Salam əziz uşaqlar. Bu günləri biz hər betə, vudrazə və vudpörvə kimi ifadələrin izahına baxacağıq. Bu formalı ifadələri biz belə deyək 10-cu sinif və 11-ci sinifin dərsliklərində görmüşük. İlk öncə gəlin hədbetə nə deməkdir ona baxaq. Hədbetə mənalı baxımından məsləhət və ya xəbərdarlıq kimi işlədilir. Daha çox ciddi belə cümlələrdə ciddi xarakterli xəbərdarlıq bildirən cümlələrdə işlənir. Hədbetədən sonra feil məstər tulsuz və heç bir zamana dəyişiklik olmadan işlədir. You had better study. Sən gərək deyir, məsləhət olunardı ki, oxuyasan. You'd better go now. Yaxşı olardı ki, deyir, indi gedəsən. Yəni burada məsləhət verir ki, getməyin daha yaxşı olardı. Məna olaraq etmək yaxşı olar, yoxsa problem olar mənalarında işlənilir. Vudrazə isə seçim və üstünlük bildirir. Daha çox nəyisə çox istədiyimizi bildirir. Vudrazədən sonra da feil birinci nümunədə məstər tulsuz işlənir. I would rather stay home. Məstərdim evdə qalım. Mən evdə qalmağı üstün tutardım. Bu formada işlədilir. Növbəti formamızda isə vudrazənin özündən sonra belə deyək, mübtəda daha sonra feil formasında işləndikdə I would rather you stay here. Mən deyir istərdim ki, sən burada qalasan formada. Əgər would ratherdən sonra subject mübtəda işlənibsə, daha sonrakı feil keçmiş sadə zamanda işlədilir. Yəni qaydalı, qaydasız formada işlənə bilər. Bunu daha çox istərdim kimi bizə tərcümə olunur. Word perfect isə bu iki feil ifadədən fərqlənir. Üstün tutmaq deməkdir. Özündən sonra məstər toolu feil işlənir. Əgər özündən sonra feil gəlirsə, onda məstər toolu işlənir. I would prefer to drink tea. Mən çay içməyi üstün tutardım. İkinci formada isə əgər would rather preferdən sonra isim gəlirsə, o zaman məstər tool işlədilmir, birbaşa isim işlədilir. I would prefer coffee. Mən kofeni seçərdim. Yəni bunu seçərdim mənasında işlənilir bir çox cümlədə. Yəni would prefer iki formatda işlənir. Əgər özündən sonra feil gəlirsə məstər toola, isim gəlirsə məstər toolsuz işlədilə bilir. Belə deyək, bu ifadələri yadda saxlamaq üçün had better, would rather, would prefer'nin mənalarını burada yadda saxlayırsınız və işləmə baxımından ki, bilirsiniz had better və would rather'dən sonra ümumiyyətlə məstər tool gəlmir, amma would prefer'dən sonra isə belə deyək, birinci formada özünə sonra feil gəldikdə məstər tool'la işlədilir, amma isim gəldikdə işlədilmir. Bundan sonraki slaydımızda isə biz kiçik nümunələr vermişik. Onları videonun şərh bölməsinə qeyd edin və öz fikirlərinizi yazın. Videonu bəyənməyi, paylaşmağı unutmayın. Sağ olun.